İkinci hissə. Döyüşən xoruz. Muhtar, haralarda olduğunu bilmək olar? Biçim vaxtıdır əmican. Buğda biçirdim. Allaha şükürlər olsun ki, bu il yaxşı məhsul əldə eləmişik. Mən heç cür başa düşə bilmirəm. Ələvilərin ölüm-dirim mübarizəsi apardıqları, fitnəkarlığın baş alıb getdiyi belə bir dövrdə sən necə başını tıspağa kimi qınına soxub əkin-biçinlə məşğul ola bilirsən? Ay. Kiyan, mənə de görüm sən bizim əkinçiyə imamın yaralandığı haqda danışmısan? Bəli, əmir. Ümidvaram buğda biçinindən aldığı ləzzət düzgün eşitməyinə mane olmayıb. İmamımız necədir, əmir? Dərin yaradı Kiyan. Zərbə güclü olduğundan sümüyə qədər nüfuz etmişdi. Amma şükürlər olsun ki, xəncər zəhərli deyilmiş. Hörmətsizliyi olmasın əmican. Mənlə elə rəftar eləyirsiniz ki, sanki Allah eləməmiş böyük bir günah sahibiyəm. Halal yolla ruzu qazanmaq, Allah yolunda cihad eləməkdən geri qalmır. Mən şükürlər olsun Allaha ki, torpaq ilə döyüşərkən, bəzi Allah yolunda döyüşənlər kimi nəticəsiz qalmadım. Ruzi üçün çalışmaq adi vaxt mübarizənin bir növüdür. Amma bir dəstə dəhrə götürüb dinini kökündən kəsmək istədiyi zaman bu mübarizə yararsızdır. İmamın Ağsaraya niyə gəldiyini bilirsənmi, muhtar? Bəli, bilirəm. Niyə gəlib? Sizə inandığına görə bura gəlib. Mərhəba. İmamın cisminə və ruhuna dəyən saysız hesabsız yaralardan sonra məhz bizi özünə ən yaxın hesab eləyərək bura yanımıza gəlməsi bizim üçün olduqca böyük məsuliyyətdir. Hazırda biz Peyğəmbərin əhl-i beyti ilə eyni cərgədəyik. Bəs bu yaxınlıq etibarı tarla bəhanəsi ilə zay eləməyə heyfin gəlmir? Mənim əlimdən nə gəlir ki? Düşmənə arxa çevirmə, meydana çıx, döyüş paltarı geyin, əlini qılıncının dəstəyinə at. Qoca əminlə birlikdə çiyin-çiyinə verərək Allahın yardımı ilə şeytanların hiləsini iflasa uğrat. Hal-hazırda qarşımızdakı düşməni məhv eləmək üçün cahilliyin boynunu vura biləcək qılınc lazımdır. Mənim isə belə qılıncım yoxdur. Yəni, yenə də cihad hökmündən boyun qaçırmaq istəyirsən? Özü də imamın sənə, sən muxtara doğru yardım əli uzatdığı zaman. Əmican, mən 13 yaşlı bir yeniyetmə olarkən atam öldürüldü. Siz məni böyüdüb boya başa çatdırdığınız üçün boynumda atalıq haqqına sahibsiz. Ədəb-ərkana və şəriyyət hökmünə görə sizin əmrlərinizə sözsüz itaət eləməliyəm. Amma rica eləyirəm ki, mənimlə başa düşə biləcəyim tərzdə danışın. Mənim 40 yaşım var. Yeniyetmə yaşından qılınc ilə böyüyən şəxs döyüş meydanını tərk eləməyi özünə ar bilər. Amma döyüşün də özünə məxsus qayda qanunları var. Tərəzidə qızıl varsa, qoldakı gücə bərabərdir. Şeytanın da bugün çoxlu qızılı vardır, əmican, qızılı. Belə bir döyüşə girmək yanlış olduğu kimi, onu davam elətdirmək məncə ondan da yanlışdır. Şeytanın şərindən Allaha pənah aparıram. Sanki şeytanın dili ilə danışırsan, muhtar. Elə danışırsan ki, sanki imam döyüş qayda qanunlarını qətiyyən bilmir və sənin qədər də düşmənini tanımamışdı.
O məcbur qalıb döyüşə girdi, əzizim. Əli də Siffeyn döyüşündə qalib olduğu döyüşü buraxmağa məcbur olmuşdu. İmam bu insanlara onların cahilliyini başa salmaq üçün məğlubiyyət, qürbət və tənhalıqla qatlaşmalı oldu. And olsun Allaha, özünü kənara çəkməyini dünya malına bağlılıqla əsaslandırsaydın, bu mənim üçün imamın ilminə şübhə etməkdən daha həzm edilən olardı. İlahi, bu şübhə hidayət yoxsa zəlalətin göstəricisidir. Mən ki ona haram tikə yedirtməmişəm. Bəs niyə? Niyə ömür ağacımı acı meyvə verir? Acı meyvə zəhərli meyvədən yaxşıdır. Mən əqidəmi səmimi surətdə çatdırmağa çalışdım. Günah sizdədir ki, mənə hiyləgərlik öyrətməmisiniz, əmican. Mən neynəməliyəm? De görüm, səmimi qəlbdən mənə kömək eləməyə hazırsan? Belə olmasaydı saraya gəlməzdim. Əmi, deyin görüm, mən neynəməliyəm? Muaviyə imamın başının əvəzinə 1000 qızıl Şam dinarı və öz qızlarından birini söz verib. Nə demək olduğunu anlayırsan? Bəli. Yəni bu vəddən sonra bir çoxlarının canına tamah düşüb. Yəni bu şəhər imam üçün təhlükəli yerə çevrilib. Bugündən etibarən sarayın hər bir xidmətçisi Muaviyə çuğullarının əskərlərinə çevrilə bilər. Bu qədər gizli düşməndən imamı necə qorumaq fikrindəsən? Çiynimizə ağır yük qoyulub. Çalış bu yükün altında qalmayaq, Muxtar. Səndən etibarlı kimsəni tanımıram. Eləklə ki, qiyamət günü Peyğəmbərin yanında xəcalətli qalmayaq. Nə düşünürsən, əzizim? Görəsən bu mümkündür, Hənnanə. Çünki Muxtar bir iş görməyə qalxsa heç fil də qarşısını kəsə bilməz. Deməli, eşqin möcüzələrindən xəbərsizsən. Yalnız eşq kəndiri ilə Muxtar kimi aslanı yerə yıxmaq olar. Nariyənin gözlərindən yağan eşq oxları kütləşsə onda necə? Nariyə zəif qadın deyil, xala qurban. Onun rəqibləri çox olub. Biri mən. Mən hələ də ona qarşı paxıllıq hissi ilə alışıb yanıram. Doğrudan? Sən də Muxtara aşiq olmuşdun, xala? Muxtar kimi cəngavər, qara gözlü ərəb qızlarının röyası olub və olmaqdadır. Ged əzizim, vaxt azdır. Nariyə de ki, əgər Muxtarın əl-ayağından kəndiri açsa, onu itirəcək.
Ha, gel görün, biraz tərpə. Soyguları yığışdırıb gəlir. Salam, salam. Yavaş. Məni kəfənə bük, sonra meydana get. Muxtar Nariyənin eşqinə yetərincə qarşılıq verib. Get, ayaqlarıma dolaşma. Nə oldu Nariyə? Sən ki bizi pusurdun kələkbaz. Eşitdin ki, eşqimə qarşılıq verib. Ah, ölənlərinə lənət Nariyə. Kaş görba-gör atan Peyğəmbərin qəzəbinə gəlməyəydi. Ölülərlə işin olmasın Nariyə. Ölülərlə işim yoxdur cariyə. Ürəyim parçalanır. Baxışlarımla Muxtarın dilini lal eləyə bilməsəydim, mənə Səmərətimin Gündəbin qızı deməzdilər. Yenə də bacararsan. Mümkün deyil cariyə. Əminin vəsvəsələri öz işini görüb. Qardaşın meydana getmək istəyir. Qoy getsin. Mən niyə ayaqlarına dolaşaraq özümü ucuz tuturam? Yox. Deyəsən sənin də Muxtarı döyüş paltarında görməkdən xoşun gəlir. Niyə də yox? Muxtar kəndli paltarındansa döyüş paltarında daha yaxşı görünür. O saqqalını qısaldan kimi üzü dərhal qürurla dolur. Nariyə, səndə niyə paxıllıq hissi yoxdur? Muxtarın döyüş paltarı sənin rəqibindir. Yəni evini viran qoya biləcək səsküydən qorxmursan? Doğrudan? Əgər Muxtar döyüşə gedərsə və kimisi öldürərsə, təkcə Həsənin düşmənlərinin ürəyi təlatümə düşməz. Ərəblərin qara gözlü qızlarının da ürəkləri təlatümə gələr, bundan da qəş eləyib ölərlər. Qələt eləyərlər. Onların gözlərini bir-bir oyub yerindən çıxararam. Bizim əfsanələrdə divlərə və əjdahalara qalib gələn Rüstəm adlı bir qəhrəmanımız var. Anlamadım. Sən Rüstəmə bənzəyirsən. Çox çətin döyüşlərin Fatih və qəhrəmanına. Sən mənim xəyallarımın Rüstəmisən. Kiyan, mən Muxtaram. Özümə bənzəyirəm. Hətta sənin Rüstəmin də gəlsə zənnimcə bu qətiyyətsiz və inamsız insanlarla bacara bilməyəcək. Vəziyyət təsəvvür elədiyimdən də çətinmiş. Qızıl arzusunda olan şəxs özü ilə kin-kudurət xəncəri gəzdirir. Muaviyyə Quran yerinə nizənin başına qızıl yüklü qızını taxmışdır.
Yalnız Allah Taala İmam Həsəni bu hilədən qoruya bilər. Məhkəmə hakimlərinin hökmü ilə Cənab-ı Ölüm adlanan muxtar xətəkarları, yağıları və ara qızışdıranları zərərsizləşdirmək üçün qılınca qurşanıb. Ərəblə Əcəm arasında olan davadalaş hiləgər düşmənin qurmalarıdır. Məkkə qalxanı, Hind qılıncı, Davud zirehi, Şam qoşunu sizin eşitdiyinizdən də əzəmətlidir. Əcəb döyüşçülər idi. Mən heç indiyə qədər belə hündür və güclü insanlar görməmişdim. İlahi qüdrətli, boyun kəl boynu. Budları yabu budu. Qollar ula qolu kimi yoğun. Gözlər elə bil div gözü idi. Div gözü. Gördüm ki, bu əcinnələr mənə yaxınlaşırlar. Başladım kəlmə-i şəhadətimi oxumağa. Ağlaya-ağlaya yalvaranda İraqlı olduğumu bildilər. Mənim gördüyümü siz görməyəsiz. Məni parçaya büküb aslar uca bir ağacdan, sonra da vur ki vurasan. Hardan bildilər ki, İraqlısan? Necə hardan? Ləhcəmdən. Bizim əyn və qayn hərflərimiz Şamlıların əyn və qaynindən fərqlənir. Aman, kuzələrindən nə deyim? Kuzə nə kuzə, qara bəla. İlahi, müsəlman duymasın, kafir görməsin. Xanımlardan hamilə olan yoxdur ki. Deyəsən Şam qoşununun qorxusu ağlını başından alıb. Kuzənin hamilə qadına nə dəxli var? Dəxli odur ki, müsəlman bir tiflin qatili olmaq istəmirəm. Əgər mən Şamlıların kuzələrində nə gördüyümü söyləsəm, hamilə qadın qorxudan uşaq salar ay müsəlman. Bu danışdıqlarınla canımıza vəlvələ saldın. Yaxşı da görək kuzələrdə nə görmüsən, de! Əqrəb! Ərbaz əqrəbləri! Onların ərbaz əqrəbləri ilə dolu olan mindəvə yükü böyük kuzələri var. Həmin kuzələri mancanağa qoyub mədain evlərinə atmaq istəyirlər. Qorxma qızım, qorxma. Sizə demişdim axı. İlahi tövbə eləyirəm. Mənim vəzifəm müsəlmanlara onları gözləyən təhlükə haqqında xəbər verməkdir. İlahi tövbə eləyirəm. Dediyim bu sözlərin hamısı cəfəngiyyatdır. Cəmaat bizi qorxutmağa çalışırlar. İlahi, bizi Şamlı Dəccalın şərindən qoru. Amin. O qədər əqrəbi kuzələrə necə doldura biliblər? O qədər əqrəbi kuzələrə doldurmaq böyük hünər tələb eləyir. Şübhəsiz ki, Şam muzdurlarındandır. Gedin, həbs eləyin onu. Baş üstəmir. Düşün. Əqrəbi öldürmədən necə tuta bilərlər? Çox rahat. Lap su içmək kimi. Fəndlərini öz gözlərimlə görmüşəm. Bunun üçün Şam əskərləri əvvəlcə bir çəyirtkəni tutub çubuğun başına bağlayırlar. Sonra əqrəbin yuvasına yaxınlaşdırırlar. Əqrəb də çəyirtkəni görüb yuvadan çıxan kimi tutub kuzəyə salırlar. De görüm bu ərbaz əqrəblərini ovlayan Şamın yekəpər döyüşçüləri təsadüfən mənə oxşamırdılar. Əlbəttə, zəhm və əzəmətdə onlardan heç geri qalmırsan. Amma boy-buxunda onların heç 1/3 qədər də deyilsən. Səhv eləmirəmsə sizi hardasa görmüşəm, düzdür? Qeyrətsiz. Bu cəfəng sözlərinlə insanların canına qorxu salmaqdan xəcalət çəkmirsən? Hə? De görüm el-obanı neçə sikkiyə satmısan, xain! Görürsüz, əlimin duzu yoxdur. İndi gəl cəmaata yaxşılıq elə. Yox, sənin əllərin duzsuz deyil. Əyridilər. Mən onları sındıraram. Tez olun, tutun onu! Ay cəmaat! Onların yalanlarına inanmayın. Sizi qırğına vermək istəyirlər. Onlar sizi qapazaltı eləmək istəyirlər. Qoymayın məni tutsunlar. Məndən işiniz olmasın. Satqın mənəm, yoxsa əməlləri düz olmayan sizlər? Niyə döyüşün nəticələrini gizlədirsiniz? Hə? Açın cəmaata deyin. İraq ordusunun təslim olması ya Həsən İbn Əlinin yaralanması xəbərlərinin hansı yalandır?
Həmin ərbaz əqrəblərindən bir neçəsini canına salandan sonra hansı tapşırıqla gəldiyini deyərsən. Aparın onu. Ay cemaat! Ay cemaat! Sayısız hesapsız qoşundan cəmi 5-10 şikəst və xəstə əskər qalıb. Onlar da sabahda öz ölümlərini gözləyirlər. Cəmaat! Şamlıların yeni fırıldağı barədə öz muzdurlarının dilindən eşitdiniz. İndi isə bugündən Mədainə rəhbərlik eləyəcək. Əmir Muxtar Səqəfini də dinləyin. Mən elə təsəvvür eləyirdim ki, Muaviyyə İraq döyüşçülərinin dinini və ürəyini əl almaq üçün dəvələri qızıl küzələri ilə yüklətdirəcək. Amma bu ərbaz əqrəbləri Siffeyn döyüşündə Qur'an adı ilə nizələrə vurulan vərəq parçaları hiləsinin davamıdır. Həqiqət budur ki, İraqlı ərəb həmişə döyüş meydanında Şamlı üçün baş ağrısı olmuş və olmaqda davam eləyir. Əgər Şamlılar əsl döyüşçü olsaydılar, ərbaz əqrəbləri ilə dolu olan küzələrlə gəzməzdilər. Onlar bütün ümidlərini sizin nadanlığınıza bağlayıblar. Necə ki, bir müddət əvvəl İraq qoşununun zərpərəstləri, dünya hərisləri döyüş meydanına daxil olmazdan öncə Muaviyyənin qızıllarına məğlub oldular. Cəmaat! İmam Həsən yaralanmışdır! Amma döyüş meydanında və Şam qoşunu tərəfindən yox. Onu gecənin qaranlığında azğın xəvaricin cəfa xəncəri yaralamışdır. Bugün Peyğəmbər övladı sizin şəhəriniz olan Mədainə gəlmişdir. Şükür Allaha ki, yarası sağalmaq üzrədir. İnşallah tezliklə ayağa qalxacaq və üsyankar Muaviyyə İbn Əbi Sufyanın cəfəng sözlərinə layiqli cavab verəcək. Amma mən Muxtar Səqəfi bugündən etibarən şəhərdə hər bir xəyanət və şübhəni beşiyindəcə boğmağa hüzurunuzda and içirəm. Bu şəhəri, Mədaini, sizin şəhərinizi Allahın köməyi ilə namərd Şam muzdurlarından təmizləyəcəyəm. Yaşasın Muxtar! 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 Dünən sizə sifariş vermişdim, hazırdır. Əlbəttə hazır. Müqəddəs Quran buyurur. Deyizən bin qütülət. Ey Mədain əhli! Hansı günahınıza görə sizi bühudə döyüşə aparırlar? Bugün sizin şəhərin qonağı qanınızın tökülməsinə, əmlakınızın qarət olunmasına və namusunuzun ayaqlar altına atılmasına biganə qalan şəxsdir. Çox keçməz ki, Şamlılar mancanaqlarla məhvedici Yunan ateşini başınıza yağdırıb sevinizdə diri-diri yandıracaqlar. Həsən ibn Əli döyüş uduzduğu və Muaviyyənin onun başına pul ayırdığını bildiyi halda niyə sizin şəhərinizə gəlib? Mən bugün Cərrah ibn Sənanın Əza məclisinə yığışan mücahidlər ordusunun adından danışıram. O ilahi hökmü yerinə yetirərək, Əbu Turabın oğlunu yaralayaraq şəhadətə yetişdi. Hökm yalnız Allahındır! 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 Qardaşlar, şəriətin harasında yazılıb ki, İranda və Romada olduğu kimi hakimiyyət atadan oğula keçsin.
Müaviyə quşbaz və meymunbaz oğlu üçün şərait hazırlayır. Əli evladları isə peyğəmbərlə qohumluqlarından sui-istifadə edirlər. Səsin çox yüksəkdən gəlir Əzrək. Rəqibsiz meydanda meydan sulamaq heç də qəhrəmanlıq deyil. Ərəbin alnında ləkə olan siz xavaricə lənət olsun. Siz indi Muaviyyəni kafir hesab elədiyiniz halda, necə olur ki, Siffeyn də onun müsəlman olmasına şəhadət verərək nizələrə vurduğu Quran vərəqləri qarşısında baş əydiz? Eşidirsiniz, qardaşlar? Bizi dindən çıxmaqda ittiham edirlər. Halbuki Həzrəti Əhmədin şəriətinin ən vəfalı insanları bizlərik. Bizim sözümüz birdir. Nə Müaviyyə, nə Əli, nə də evladları. Bunlar hakimiyyətdə olduğu müddətdə qardaş qanı axacaq. Müsəlmanların cəsədləri yerdə qalacaq, ümmətin içindəki fitnə davam eləyəcək. And olsun Allaha, Əməvi, Ələvi fitnəsi olduğu zaman ən böyük fəzilət cihada qalxmaqdır. Hökm yalnız Allahındır. 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 Əbu İshak geldi! Əbu İshak! Budur, bizim başçımız geldi. Hünəriniz varsa muhtarın önündə meydan sulayın. Tamaşa bundan sonra başlayacaq. Yəni Muxtar həkim biçin işlərindən əl çəkir? Eşitdiyimə görə İraq qoşunun rəhbəri seçilib. Carçılar deyirdilər ki, o Mədayinin rəhbəridir. Bəs əvvəl kim olub? Yox ay cəmaat, Muxtar əmir deyildi. Mədayinin əmiri Muxtarın əmisi idi. Maraqlıdır, yarasalar günün günorta çağı meydana çıxıblar. Mən bildiyimə görə yarasa gün işığından gizlənir və gecənin qaranlığında ova çıxır. Sən ki bir tərəf qalıb qardaş qırğınına arxa çevirmişdin Əbu İshak. Belə çıxır ki, onlar səni də aldadıblar. Sən niyə dinini dünyaya satdın, Muxtar? İraq padşahlığı qan eləyir. Bu döyüşdə qardaş qırğınında niyə bir tərəf qaldığımı bilmək istəyirsən? Səbəbi sizin kimi heyvanlara aşkara qılınc bağlayıb, meydan sulayaraq insanlar arasında fitnəkar fikirlərinizi yaymağa fürsət verən ədalətə qarşı qızğın olmağındır. Mənim fikrimcə, qılınc bağlayıb bağlamamasından asılı olmayaraq, xəvaric kafiri öldürülməsi vacib olan kafirlərdir və qanları halaldır. Bu dəfə, yalnız bu dəfə, Qur'anın onlar qəzəblərini boğur və insanları bağışlayır hökmünü rəhbər tutaraq, sizi bağışlayıram. Rədd olun buradan, gözümə görünməyin. Əgər bir dəfə də qarşıma çıxsaz, ananız matəminizə oturacaq. Get bu xəbəri xəbis dostlarına da çatdır. Ey İraqın gələcək padşahı, qılıncın da dilin kimi meydan sulaya bilir ya yox? Mən indiyə qədər öz qılıncımla it öldürməmişəm. Kiyan, şeytan ordusuna nəfəs dərməyə imkan verməyin. Bunları buraxsaq, cəmaata zülm etmiş olarıq. Hamısını saray zindanına aparın. Oldu əmir. İndi isə siz qulaqlarınızı yaxşı açın. Bundan sonra hər kim qılınc çəkib, ya çomaq götürüb şəhərdə çaxnaşma törədərsə, öz qarşısında məni görəcək.
Ərəb ya İranlı, Əməvi və Ələvi olmasından asılı olmayaraq, o cinayətkardır. Bundan sonra Mədain şəhərinin təhlükəsizliyini qorumaq Muxtara tapşırılmışdır. Dağılışın! Bırakın beni. Bırakın. El çekin benden. Ne istiyorsunuz? Esnaflar. Bırakın beni. Reddolun. Rəngin niyə qaçıb gülüm? Nədən qorxmusan? Muxtar meydana girib. Eşitmədin? Niyə ki? Onlar Mədayini qarışdırmaq istədi, Muxtar da qoymadı. Hamı qorxuya düşüb. Heç kim qarşısına çıxmağa cürət eləməyəcək. Onu evində saxlaya bilmədiniz? Olmadı Hənnanə. Tələyə düşmədi. Nariyənin eşqi də onu yolundan döndərə bilmədi. Ona heç bir söz təsir eləmir, heç bir söz. Sən niyə özünü üzürsən ömrüm? Muxtar meydanda Ömərin əllərini bağlayıb, başını sədəqəsi olsun. Ömər İraq padşahı olmaq istəyirsə, onda Muxtar maneəsini aşmalıdır. Yəni o bunu bacaracaq? Əgər sən yardım eləsən, bəli. Yenə yuxusunda nə görüb? Xeyirdi gülüm. Ömər və Muxtar uşaq yaşlarından bir-birinə rəqib idilər. Axırda bir-biri ilə dil taparlar. Bura gəl. Ömərin sənin üçün nə hazırladığını bilsən ağlın başından çıxar. Bu boyaqçı ateşpərəsti öldürün. İrəli! Öldürün onları! Geber, canın çıxsın ateşpərəst. Bundan sonra sənə neymət verənə qarşı ağız eyə bilməyəcəksən. De görüm, Əməvilər haqlıdır, ya Ələvilər? Hə? Muaviyə ya Əli? Haydi! Öl! Ey ifrat şərəf! Muaviyənin axırından udduğun əşrəfləri geri qaytar! İndi mənə de görüm, qızlı olan haqlıdır, yoxsa Allahı olan? Vurdun. Aman Allah! Bu eşşək başıdır, yoxsa insan başı? Başındakı inək buynuzu nədir elə? Vursun səni şimşək! Eşşək! Zərgər xələtindən də palanın daha göyçək! Vursun səni şimşək! Eşşək! Peyğəmbəri xain çıxıb yiyən sənin bişək! Vursun səni şimşək! Eşşək! Yetər ki sənin tək səfehi minibdi milçək! Vursun səni şimşək! Eşşək! Zərgər xələtindən də palanın daha göyçək! Eşşək! Burnuna camış peyninin iyi deyib, ay keçəl ateşpərəst. Elə zənn eləyirsən ki, Əli oğlunun beytülmalından sənə camış sürüsü çatacaq, ay camış! Mənim üçün məktub toplayırsan, hə? Gəl, gəl sənin olmayan beynini itlərə yem eləyim, gəl! Gəl əclaf, gəl! Babasilin çıxıb, yoxsa canına qurt düşüb? Ey xəstəlik atası, bizim əlimizlə hansı xəstəlikdən yaxa qurtarmaq istəyirsən? Sənə nə? Mən məktub toplayıram. Nahaqla mənim evimdə meydan soluyursan, ey məlun! Vurum! Dayan, ay başı boş! Şam qoşunları artıq şəhər darvazalarının arxasında çadır qurub. Muaviyə duyuq düşsə ki, Mədain Əli oğluna qahmar çıxıb, heç birimizə rəhm eləməyəcək, heç birimizə! Ey çəyirtkə yiyən, şübhəsiz ki, sən Mədainlinin halına yanmırsan. Həzrəmə ərəblərin Muaviyə muzduru olduğu hamıya məlumdur. Muaviyənin sizin məvacibinizi kəsəcəyindən qorxursan? Axmaq keçəl! Muaviyə tövlədə eşşək bağlayıb axırına əşrəfi tökəcək qədər dövlətli və səxavətlidir.
Sən ki Əli oğlunu belə müdafiə eləyirsən, bəs Əli oğlu qarşılığında sənə nə verə biləcək? Zəqqum! Əloğlu ədaləti ilə ərəbə və əcəmə eyni gözlə baxırsa, bu mənə yetər. Biz onun məramı yolunda canımızla keçməyə hazırıq. Allaha and olsun, Əli oğlunun ərəblə əcəmə eyni gözlə baxması onun qanını susamaq üçün bizə yetər. Amma bil, ərəblə əcəmin bir olması arzusunu özünüzlə qəbrə aparacaqsınız. Ey Muaviyyənin eşeği vurum! Bu ərəblər hansı tayfadandılar? Dilinizi nə idişləyib? Mən tək-tək hamınızın dilini kəsərəm ki, ömrü boyu danışmaqdan məhrum olarsınız. Sən bizi cəzalandırmağa gəlmisənsə cəzamızı ver. Daha bizim tayfamızla nə işin var? Sənin cəzan deyil, xaltan çatışmır, fitnəkar. Gözlərindən fitnəkarlıq və şeytanlıq yağır. Cənab ölüm, bu camaat həmin Həzrəmi ərəblərindəndir. Sən əcəmin hansı qəbiləsindənsən? Deyiləm əcəmlərindənəm. Həzrəmi ərəbi ilə deyiləm əcəminin davası. Bu döyüş deməkdir. Əməvi ilə Ələvinin döyüşü. Amma niyə məhz burada, Mədayində, özü də boyaqçılar bazarında? Şəhər daxilində dava, yəni döyüş, qanun və əminamanlıq əleyhinə döyüş, rəhbərliklə döyüş. Bugün bu şəhərin rəhbəri mənəm. Mənəm! Döyüşməyə oğul istəyirəm. Kiyam? Bəli, əmir. Onları bir-bir nəzərdən keçirib yoxla. Hər kim zərbə alıb və ya zərbə vurubsa, cinayətkardır. Cənab ölüm, bu mübahisənin nəyin üstündə düşdüyünü soruşmaq istəmirsiniz? Səbəbini qazi araşdırır, rəhbər yox. İndi gördün keçəl. Özünü uğrunda həlak eləmək istədiyin ədalət bu idi? Çox sağ ol, Muxtar. Elə zənn eləyirdim ki, İraqlı ərəb cəngavəri meydana girən kimi Əli şiyəsinə tərəfdar çıxacaq. Deməli, belə çıxır ki, bu xəstə və satqın Həzrəmli şeyxin qarşısında mənim lal olub baxmağımı gözləyirdin? O Əli oğluna havadar çıxdığım üçün üstümə balta çəkdi. Gözləməliydim ki, boynumu vursun. Haqlı olanın məhkəmədən qorxusu olmaz. Bir də ki, fitnəkarların oyuncağına dönən və düşmən dəyirmanına su tökən şiyə zindanda qalıb çürüsə yaxşıdır. Muxtar, Əmir əl-Möminin Muaviyyə ibn Əbi Süfyan Məhəmmədin mirası üstündə gedən müharibəni udub. Sən və qoca əmin ona mani ola bilməyəcəksiniz. Sən siyasət əhlisən, Muxtar. Niyə də Əli oğlunu Ərəb İraqına hökmranlığa dəyişməyəsən?
Münafiqə ölüm olsun! Münafiqə ölüm! 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 Bunları hələ də zindan aparmamısınız? Dedim biraz cəmaat tamaşa eləsin. O nə deməkdir? Fikirləşdim ki, azadlıqda olan qiyamçılar üçün ibrət dərsi olsun. İnsanların qüruru ilə oynayırsınız? Aparın onları buradan. Baş üstə əmir. Münafiqə ölüm! Münafiqə ölüm! Münafiqə ölüm! Münafiqə ölüm! Üzrxahlıq eləyirəm, qardaşlar. Ola bilsin ki, qardaşım oğlunun köməyi ilə bir neçə gün ərzində müşküllərinizi həll eləyə bildim. Bu, mənim qardaşım oğlu Muxtardır. Salam olsun ey Muxtar. Aleyküməssalam. Buyurun. Salam olsun. Allahın salamı olsun sənə Muxtar. Əbu Ubeyd Səqəfinin oğlu Muxtar haqqında çox eşitmişik. Görüşməyimizə şadam. Təşəkkür eləyirəm. Buyurun, buyurun. Allah bütün ölənlərə rəhmət eləsin. Qapıdan girəndə bir anlıq elə bildim ki, qardaşım Əbu Ubeyd gəlib. Bu paltarda ona nə qədər bənzədiyini bilirsən. Afərin sənə. Üzümü ağ elədin. Sənin haqqında bütün məlumatlar anında mənə çatırdı. Əcəb iş gördün, Muxtar. Eşitdiyimə görə bütün satqın və ara qızışdıranları yerində oturtmusan. Şükür ki, təhlükəsizlik və sabitlik bərpa oldu. Məmurlar bütün şəhərə nəzarət eləyirlər. Afərin sənə. Biz bu hadisədən öncə ambarda olan bütün azuqəmizi imamın istəyi ilə ona göndərmişdik. Hazırda hökumət ambarları ovucularım kimi bomboşdur. Bununla belə, Mədainin varlı insanlarının köməyindən də naümid deyiləm. Siz sabata yola düşün. Mən də öz növbəmdə çalışaram ki, sabah ilk karvanla sizin üçün azuqə yola salam. Allah sizin məqam və izzətinizi ucaltsın. Əgər imamın ətrafında sizin kimi 10 nəfər olsaydı, bu müsibətə düçar olmazdı. Qardaşım, bəs ilahi təqdir necə olsun? Bəlkə də bu müsibətdə bizim bilmədiyimiz bir rəhmət gizlənmişdi. İmam Müştəbanın bugünkü durumu, babası Peyğəmbərin Ühüd döyüşündə qarşılaşdığı duruma bənzəyir. Məğlubiyyətin faydalarından biri də müsəlmanların oyanışı idi. Bəli, əlbəttə, icazənizlə getmək istəyirik. Allah amanında, özünüzdən müğayət olun. Cənab Muxtar, siz İraqın məşhur və adlı sanlı döyüşçülərindən hesab olunursunuz. Cəsur igidlərin nəslindən, Peyğəmbər övladının yanında yeriniz görünürdü. O həzrətin yanında məğrur və alnaçıq qılınc çalardıq. Allah necə istəyirsə elə də olacaq. Allah amanında. Xudahafiz. Allah amanında. Eşitdin, qardaş oğlu? Sən cəsur igidlərin nəslindənsən. Görürsən, insanlar sənin və sənin igid atan haqqında nə düşünürlər? Bu nüfuzu qorumaq isə çox çətin bir işdir. Tövsiyə eləyirəm ki, imamın sabahda olan şərgəsinə də baş çəkəsən. İraq ordusu döyüş ruhunu itirib. İnanıram ki, səni görməklə yenidən özünə gələcəklər. Siz ki, siyasət adamısınız, əmican. Siz məndən Mədainin idarə edilməsi və imamın canının qorunması işlərinə yardım istəmişdiniz. Mən də bunu səmimi qəlbdən qəbul elədim. Mən sizin rəhbərliyiniz altında imam Mədaində qaldığı müddətdə əlimdən gələn köməyi əsirgəməyəcəyəm. Amma sonu məğlubiyyət və rüsvayçılıq olan döyüşə də qatılmayacağam. Elə isə
Səhvlərinin əvəzinə çıxmaq istəmirsən? İstəmirsən nədir? Bacarmıram. Niyə bacarmırsan? Sənin sərkərdəlik və idarəçilikdə fövqəladə bacarığın var. Sən yarım gün ərzində mədayində sabitlik yarada bildin. Elə isə İraqın pərakəndə düşmüş ordusunu yenidən qura bilməmə fikri hardandır? Mədayində tam ixtiyar sahibi olduğum üçün yarım gün ərzində bunu bacardım. Çünki burada əzib keçmə üslubundan istifadə elədim. Amma imam buna icazə verməz. Niyə? Çünki bu üslubda günahsız insanların da tələf olma ehtimalı var. Boyaqçı Bəhram buna sübutdur. Amma əgər onu tutmasaydım, ərəblərin, sonra da əcəmlərin hayküyü qalxacaqdı. Doğrudur. Sənin sözündə həqiqət var, hə. İmamın mədayində çox qalmayacağına ümid eləyirəm. Səni narahat eləyən nədir, Muxtar? Əkim və tarlam. Gözünü mənə dikənlər. Bir qoşunu yedizdirmək də az iş deyil. Kiyan, Muxtarın önəmli məşğuliyyətlərindən biri də sənsən. Niyə sən bu vəhşi şiri, arvad uşaq, çörək, tarla və su meşəsinin zindanına salmısan? Kiyan, önəmli məşğuliyyətim sənsən? Mən sizin qulunuzam, Muxtar. Niyə çuğundur kimi qızarmısan? Mərhəba həya və təvazökarlığına. Bu sözlərlə nə demək istəyirsiniz? Kiyan, cariyə üçün mənə elçi düşüb, Muxtar. Mənim şərtim isə sənin razılığın olub. Nə fikirləşirsən, Əbu İshaq? Dostluğumuzun gələcəyi barədə fikirləşirəm. Deməli, yaxşı şey haqqında düşünürsən. Düzü fikirləşirdim ki, olmayan mənim dostum bacıma görə mənim ətrafımda fırlanırmış. Qəribə hisslər keçirirəm ki, ya. Cariyə mənim bacım sayılır və mənim evimdə böyüyüb. Düzdür, mənim onun boynunda atalıq haqqım var. Amma onun bütün ixtiyarı məndə deyil. Sənin bizimlə qohum olmağına şübhə ilə yanaşıram. Amma bütün bunlara baxmayaraq mənim sözüm yoxdur. Bu gecə bizə gəl və bəxtini sına. Mənim razılığım məsələnin yarısıdır. Son sözü mən deyil, cariyə özü verməlidir.